500 manat civarında hansı telefonu əldə edə bilərəm? Bu sualı bizə tez-tez verirlər bizim izləyicilərimiz, eyni zamanda mağazaya yaxınlaşan müştərilərimiz və mən qərara gəldim ki, bu qiymət kateqoriyasında da sizə seçilmiş telefonları seçim, göstərim və siz də baxın. Eyni zamanda bir məlumatı da deyim ki, yeni telefonlarla bərabər siz ikinci əl telefonda ala bilərsiniz. Misal olaraq bu siyahıya iPhone da əlavə edə bilərik. Videonun sonunda o barədə yenə də sizə məlumat verəcəm. Ona görə də videonun sonuna qədər izləyin. Video keçməmişdən öncə sizdən xahiş edirəm, kanalımıza abunə olun, bəyənmə düyməsini basın və rəylərdə də öz fikirlərinizi yazın. Almaq istədiyiniz telefonlar varsa bizim WhatsApp nömrəmizə yazarsınız. WhatsApp nömrəsini də mən video ərzində qeyd edəcəm sizə. Onu da deyim ki, buna qədər biz 200 manat, 300 manat və 400 manata qədər olan telefonları çəkib sizə göstərmişik. Qısa da olsa onlayn, virtual olaraq belə deyək də icmalını hazırlamışıq və bundan sonra da digər qiymət kateqoriyasında 600 manata, 700 manata, 800 və s. qiymət aralığında ala biləcəyiniz ən yaxşı telefonları mən sizə çəkib göstərəcəm, izah edəcəm, texniki parametrlərini göstərəcəm. Ona görə də həmin videoları qaçırmamaq üçün təkrar olaraq deyim ki, kanalımıza abunə olsanız siz çox şey itirməyəcəksiniz. Həm də bizim əməyimizə dəyər vermək üçün sizdən bir jest olacaq bu. Keçirəm videoya, gəlin sizə seçilmiş telefonları göstərim. 500 manata qədər Infinix Zero 40 modelini, Redmi Note 14 modelini və Galaxy A16 modelini əldə edə bilərsiniz. Öncəki videoları izləmisinizsə, görəcəksiniz ki, həmin videolarda biz Note 14 və Galaxy A16 barəsində danışmışıq. Sadəcə həmin videolarda yaddaş həcmi az olduğuna görə qiymət belə deyək də aşağı idi. Bu qiymət segmentində isə biz sizə 256 GB-lıq versiyaları göstərəcəyik və onu da qeyd edim ki, Note 14 versiyasının Note 14 modelində NFC dəstəyi də var. Onu da nəzərə alarıq. Gəlin keçək telefonlarla tanış olmağa. İlk sırada Infinix Zero modelidir. Mən həmişə olduğu kimi bu telefonlara məşhur GSM Arena saytında baxıram və onlar barəsində məlumatları sizə təqdim edəcəm və bir yerdə biz bunların müqayisəsini aparacağıq. Görünüşünü mən videonun sonunda göstərəcəm sizə, fikirlərimi bildirəcəm. Gəlin hələlik texniki göstəricilərinə baxaq, nəzər salaq. Infinix keçən ilin modelidir, yay ayında təqdim olunubdur. Note 14 bu ilin yanvarında, Galaxy A16 da keçən ilin payızında təqdim olunmuş bir modeldir. Hər üç telefonun ekranı super AMOLED ekranı AMOLED ekran tipinə məxsusdur. Infinix-də 1 milyon rəng çaları vardır, HDR dəstəkliyi, 144 Hz yenilənmə tezliyi var və ekran parlaqlığı 1300 nitsə qədər yüksəlir. Note 14-də yenə də AMOLED ekrandır, 120 Hz ekran tezliyi var, ekran parlaqlığı 1800 nitsə qədər yüksəlir. Samsung-da bu barədə məlumat yoxdur. 90 Hz yenilənmə tezliyi var, super AMOLED ekrana sahibdir. Piksel 6.78 Infinix-dədir, 6.67 düymlük ekran Note 14-dədir, 6.7 həmçinin düymlük ekran isə Samsung-a məxsusdur. Ekran piksellərini görürsünüz, demək olar ki, aşağı-yuxarı eynidir. Android 14 hər üçü Android 14 platformasında təqdim olunubdur. Prosesorlar fərqlidir, chipsetlərdə fərq var. Demək, Infinix-də MediaTek Dimensity 8300 Ultra prosesorunu təqdim ediblər. 4 nanometrlik bir arxitektura üzərində qurulub bu prosesor. Note 14-də MediaTek Helio G99 Ultra prosesorudur. Galaxy A16-da da yenə də Helio G99 modelidir. Helio G99 prosesorlar oyun sevərlər üçün daha məsləhət olan bir prosesordur. Onu da mən sizin nəzərinizə çatdırım. Qrafik gücləndirici hər üçündə Malidir. Yaddaşı dediyim kimi hər üçündə 256 GB-lıq yaddaşdan danışırıq. Infinix-də RAM 8, Note 14-də də yenə də RAM 8-dir. Samsung-a da bir dənə nəzər salaq. Bəli, burada da RAM 8-dir. Hər üçündə 8 RAM 256 GB-lıq yaddaş ilə təqdim olunur. Kameraya gəlincə Infinix və Redmi-də 108 megapiksellik əsas kameradır.
Samsungda isə 50 megapiksellik kamera ilə təchiz olunub əsas kamera modulu. Digər modullara gəlincə, mənim daha çox bəyəndiyim ultra geniş kamera modulu Infinix-də 50 megapiksel ilə təchiz ediblər bunu. Çox yaxşı göstəricidir, bəyəndiyim bir göstəricidir, amma nə dərəcədə keyfiyyətli çəkir şəkilləri onu test etmək lazımdır. Sadəcə telefon açıqda məndə olmadığını test edə bilmirəm, amma siz Google-da axtarıb tapıb real çəkilən şəkillərə baxa bilərsiniz. Və dərinlik sensoru var. İki modeldə, Samsungda bu yoxdur. Samsungda 5 megapiksellik ultra geniş kamera modulu var və 2 megapiksellik makro kamera var. Həmişə deyirəm, yəni də deyirəm, nəyə lazımdır bu makro kamera. Redmi-də 2 megapiksellik makro kamera və 2 megapiksellik dərinlik sensoru var. Portret şəkillər çəkiliş zamanı əsas kameraya kömək edir bu. Video çəkilişə gəlincə, mənim bəyəndiyim Infinix modelidir. Çünki burada 4K 60 FPS tezliyində çəkiliş mümkündür. Digər modellərdə 1080p genişliyində çəkir video. 60 FPS Redmi Note 14-də var, amma Samsungda sadəcə 30 FPS ilə kifayətlənməli oluruq. Selfie kameraya gəlincə 50 megapiksellik kamera Infinix-dədir. Hətta selfie kamerası 4K çəkilişi də mümkündür. 20 megapiksellik selfie kamera Redmi Note 14-dədir. 13 megapiksellik selfie kamera isə Galaxy A16 modelindədir. Digər göstəricilərində aşağı-yuxarı hamısı demək olar ki, eynidir. İnfrared hər üçündə var, yox, Samsungda yoxdur. Digər modellərdə infrared portu var. Hansısa ki, siz misal üçün yaxın məsafələrdən deyək ki, divanda oturub televizoru, pult əvəzi televizoru belə deyək ki, kanallarını dəyişə bilərsiniz, misal olaraq deyim. Batareya gəlincə, burada Note 14 daha üstündür. 5000 mAh batareya Infinix-dədir, 5500 mAh batareya Redmi Note 14-dədir və 5000 mAh batareya A16-dadır. Sürətli şarj hər üçündə var. Infinix-də bu daha yaxşı göstəriciyə malikdir. Antutu testləri təəssüf ki, ancaq Samsungda var, digərlərində olmadığına görə heç bir məlumat vermirəm, müqayisə aparmıram. Gərək hər üçündə də bu testlər olsun ki, müqayisə apara bilək. Gəlin görünüşünə baxaq, görək hansı telefon daha yaxşıdır. Əgər siz görünüşə fikir verirsinizsə, bu nüansı da nəzərə ala bilərsiniz. Infinix-in görünüşü mənim çox xoşuma gəldi. Özünüz də baxa bilərsiniz. Flaqman telefon təəssüratı yaradır. Qəşəngdir. Yəni dizayn olaraq çox yaxşı düşünüblər bunu. Özünüzə baxın, sayta da girib baxa bilərsiniz. Note 14-ə gəlincə, keçən səfər də dediyim kimi iPhone-un bəzi modellərini xatırladı, kamera modulunu elə düzəldiblər ki, baxanda elə bilirsən ki, iPhone modelidir. Bu da yaxşı bir modeldir, yaxşı göstərici görünüşünə görə normal bir telefondur. Yəni iPhone sevərlər bu telefonu da nəzərdən keçirə bilərlər. Samsung isə standart olaraq son dövrlər öz üslubuna dəyişməz olaraq qalır. Standart olaraq demək olar ki, eyni dizaynda təqdim edir telefonları. Yuxarıda bir mikrofon var, arxada üst kamera modulu, LED flash var, aşağıda Type-C girişi, mikrofon və dinamiklər var. Sol tərəfdə nömrə yuvasıdır, sağ tərəfdə isə səsini artırıb azaltmaq üçün və telefonu yandırıb söndürmək üçün power düymələri var. Bu Samsungdur. Samsungun bu dizaynı açıq deyim, mən bəyənmirəm. Keçdik Note 14-ə. Burada da standart olaraq sağ tərəfdə səsi artırıb azaldan və söndürüb yandıran power düyməsi var. Aşağısında Type-C girişi var. Səs ucaldanlar var, dinamiklərdir. Nömrə yuvasını aşağı yerləşdiriblər. Mikrofon var aşağıda, sol tərəfdə heç nə yoxdur. Yuxarıda da yenə də dinamiklər var. Bu yaxşı bir göstəricidir. Stereo səsi belə deyək də təqdim edir. İnfrared portu var yuxarıda. Gördüyünüz kimi bir ədəd mikrofon var və 3.5 mm-lik qulaqçıq girişi var. Bunun üst modeli olmadığına görə tam olaraq dəqiqsə deyə bilmirəm nə var nə yox. Gəlin şəkillərdən baxaq. Təxmini şəkillərdə də olsa biz başa düşə bilərik. Baxaq bir dəqiqə.
Aşağıda demək nə var? Type-C girişli mikrofondur, dinamiklərdir və nömrə yuvasıdır. Yəqin ki, burada da səsi artırıb azaltmaq üçün və söndürüb yandırmaq üçün güc düyməsi telefonun sağ tərəfində olacaq, sol tərəfi boşdur, belə hiss edirəm. Yuxarıda da böyük ehtimalla yenə də infrared port olacaq və bir ədəd də mikrofon ola bilər. Bu son modellərdə belə deyək də təqdim ediblər. Dediyim kimi bu qiymət segmentində siz iPhone da ala bilərsiniz. Misal üçün ikinci əl iPhone 11 və yaxud da iPhone 11 Pro-ları əldə edə bilərsiniz. Bizdə olur bəzən, hal-hazırda yoxdur, amma siz yazın, soruşun, maraqlıdırsa qiymətləri. Mağazamızda varsa biz sizə modellər barəsində təqdim eləyəcəyik. iPhone-a da üstünlük verə bilərsiniz. Əgər siz daha belə deyək də keyfiyyətli video çəkiliş və foto çəkiliş üçün telefon axtarırsınızsa, düzdür, yeni həmişə yenidir, amma ideal vəziyyətdə iPhone da tapmaq olar. Misal olaraq 11 tapa bilərsiniz. Mənə elə gəlir ki, razılaşarsınız mənimlə. Bu qiymət segmentində video çəkilişə üstünlük verirsinizsə, iPhone bu telefonların hər üçündən də mənə görə daha üstündür, daha yaxşı bir seçim ola bilər. Amma yeni telefonu axtarırsınızsa, bu üç modeldən birini seçin. Mənim fikrimə gəlsəniz, mənim fikrimi bilmək istəsəniz, mən Note 14 üzərində dayanardım. Bilmirəm niyə, amma məndə daha çox güvən yaradan model budur. Samsung da əlbəttə ki, məsləhətli telefonda sadəcə texniki göstərici, bu qiymət aralığında texniki göstəricilərinə görə Note 14-ə mənə elə gəlir ki, uduzur. Qiymətləri barəsində bizə yazın WhatsApp nömrəmizə 050 466 66 bizim WhatsApp nömrəmizdir. Yazıb hansı telefonu istəsəz qiymətini soruşa bilərsiniz. Tək bu telefonlar deyil, Samsung, Infinix, Xiaomi və iPhone-un digər modelləri, eyni zamanda Realme brendinin də modelləri var bizdə. Telefonlar həm bizdən nağd qiymətdə, topdan qiymətlərindən əldə edə bilərsiniz, eyni zamanda bir kart, tam kart və albalı kart ilə 18 aya qədər hissəli ödəniş də mümkündür. Yazın WhatsApp nömrəmizə 050 466 66 35 istədiyiniz sualları verə bilərsiniz. Biz də sizin xidmətinizdəyik. Növbəti videolara qaçılmamaq üçün kanalımıza abunə olun. Özünüzə yaxşı baxın. Hələlik.